Kahı da yenə olduqca vitamin U ilə zəngindir. Mədə xəstəliklərində çox gözəldir. Eroziyanın, qastritin və yaranı müalicəsində möhtəşəmdir. Yəni o kələmin qardaşıdır. O qrupa aiddir. Və mən bunun dolmasını da yemişim bu arada. Bundan dolma da bükürlər. Çox qəşəngli dolması olur. Ən çox görürsən ki, türklərin çiğ köftəni onunla istifadə edirlər. Sonra burada var bizim badımcanımız. Badımcan da Sami bəy üçün əsasdır, elə adamlar var. İçi doludur. İçində də maşallah qozu var, hər şeyi var. Ustamız daha yaxşı bilir. Yəni bunun ikrası, badımcanın ikrası və badımcan nədir? Badımcanın çox gözəl orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır. Badımcan. Və badımcan çox zərərsiz, çox xeyirli bir qidadır. Yəni əks göstərişi olmayan bir qidadır. Şəkər xəstəliyindən istifadə edilə bilir, şəkər xəstəliyi olmayanlar da istifadə edilə bilir. Qan təzyiqinə dəymir, yəni həzmi çox əla gedir. Və təbii ki, insanlarımız qədimdən badımcandan istifadə edirlər. Mən də çox sevdiyim bir ərzaqdır.